Hər vaxtınız xeyirli olsun mənim dəyərli komandam. Kofemiz hazır. Gündəlik planımız hazır. İndi isə sizinlə ayın ən vacib günləri haqqında danışmaq istəyirəm. Çünki biz artıq ayın son günlərinə daxil olduq. Bu 25-dən 31-nə qədər olan dövrdür. Bu dövr nədir? Biz liderlərin özünü göstərdiyi, nəticələrimizin formalaşdığı bir zamandır. Bu günlərdə dayanmaq, yorulmaq üçün yox, bu günlər bizim üçün irəli atılmaq və eyni zamanda da sıçrayış etmək üçündür. Nəyə görə? Çünki biz bu dövrlərdə dövriyyələrimizi tamamlayıb dərəcələr açırıq. Eyni zamanda da demək qızlar, unutmayaq ki, ayın sonu zəiflərin bəhanə tapdığı bir zamandır. Güclü insanların isə məsuliyyəti götürdüyü vaxtdır. Biz bu komandada güclənirik. Çünki biz sadəcə olaraq məhsul satmırıq. Yadınızda saxlayın, bunu hər zaman vurğularam. Biz insanlara sağlamlıq, qadınlara isə özünə inam, ailələrə isə keyfiyyətli həyat təqdim edirik. Bizim işimiz məsləhətçilikdir. Sizin yazdığınız bir mesaj, verdiyiniz bir səmimi cavab kiminsə həyatında dəyişiklik edə bilər. Yəni bu dəyişiklik yaradır və ona görə də müştəri ilə danışarkən quru və robot kimi cavablardan uzaq olmalıyıq. Öncə müştərimizi dinləyirik, ondan sonra onu anlayırıq və sonra uyğun təklif veririk. Çünki müştəri sizə müraciət etdikdə o əslində məhsul axtarmır. O öz probleminin həllini axtarır. Necə ki biz zamanında müştəri olaraq öz problemimizin həllini axtarıb və burada tapdıq. Eyni zamanda da bizim müştərilərimiz də elədir. Ona görə də müştərilərə də özümüz kimi baxmalıyıq. Müştəri ilə danışdıqda həmişə belə yanaşmağınız olsun. Sizi başa düşürəm. Bu problem çox insanlarda olur. Gəlin sizin üçün ən uyğun variant tapaq. Ayın son günlərində satışları artırmaq üçün aktiv olmalıyıq. Köhnə müştərilərə geri dönüş edirik. Daha əvvəl tövsiyə etdiyimiz məhsulları xatırladırıq. Aksiyaları və hədiyyələri düzgün şəkildə vurğulayırıq. Unutmayın, satış israr deyil, vaxtında və düzgün xatırlatmadır. Bu yolda biz tək-tək getmirik. Biz bu yolda birlikdə addımlayırıq. Baxın qızlar, komandamızın gücü məhz bundadır. Biz bir-birimizə motivasiya oluruq, bir-birimizə dəstək oluruq, bir-birimizə kömək oluruq. Mən sizə inanıram. Mən sizin bacaracağınızı bilirəm. Siz bacarıqlısınız və siz dəyərlisiniz. Gəlin bu ayın sonunu yüksək enerji, gözəl nəticə və qürur hissi ilə başlayaq. Çünki liderlər ayın sonunda dayanmaz, daha da irəli gedər. Çünki böyük dərəcələr hər zaman ay sonunda bağlanıbdır. Yəni şəxsən mənim özüm belə ay sonu BT 2500, BT 5000 dərəcələrimi tamamlamışam. Və bizdə lider dərəcəsində olan xanımlar, biznes profi, biznes lider, sapfir liderlərimiz haçan tamamlayıblar bu dərəcələrini? Bəli, ay sonunda. Ay sonu ən dəyərli vaxtdır bizim işimizdə. Çünki yadınızda saxlayın, hər kəsin ay sonu maaş vaxtıdır və ayın 30-na, 31-nə, 1-nə, 2-sinə, o gələn ayın əvvəlinə. Demək biz nə edirik? Biz artıq planlayırıq. Hər kəs öz büdcəsini necə edir? Tamamlayır, bilir ki, büdcəmə uyğun falan şeyləri almalıyam və bunu etməliyəm, düzdür? Və indi hal-hazırda bilirsiniz ki, yanvar ayında ayın 29-na qədər bizim Smart Start proqramımız var və mega oyunumuz var ayın sonuna qədərdir mega oyunu. 100 bal qeydiyyatdan keçdin bu ay, yanvar ayında qeydiyyatdan keçdin müştəri məsləhətçi olaraq və eyni zamanda 100 balını tamamlayırsan, məsləhətçi olursan və gələn ay fevral ayında 70 manatlıq məhsulu 20 manat əldə etmiş olursan, eyni zamanda 25%-ə qədər cashback əldə edirsən və mega oyunun iştirakçısı olursan. iPhone Pro Max, eyni zamanda məişət texnikası, eyni zamanda məhsul sertifikatı əldə etmiş olursunuz, pul mükafatları əldə etmiş olursunuz. Ona görə də aktiv olmaq lazımdır. Deməyin ki, ay artıq axırıncı son bir həftədir. Xeyr, elə nə olursa həmişə bir həftədə olur. Yadınızda saxlayın. Eyni zamanda çəkinməyin, utanmayın. Mövzular açmaq lazımdır. İnsanlara yazmağı bacarmalısınız. Dayanmayın, aktiv olun. Kontaktlarınızda olan insanlara, sosial şəbəkədə takibinizdə olan insanlara, paylaşdığınız şəkillərdə, videolarda sizə like qoyanlara, eyni zamanda sizə takib atan xanımlara, eyni zamanda storylərinizə baxıb like qoyanlara və ya ümumi olaraq sadəcə olaraq baxanlarla keçin ünsiyyətə, şəxsidə yazışın, danışın. Birbaşa təbii ki, biz demirik ki, gəl mənimlə işlə. Xeyr, bizim işimiz bu deyil. Biz insanlara, dediyim kimi, tövsiyələr veririk. Sağlamlıq və gözlərinə inamı kömək edirik. Onların ailə keyfiyyətini artırmaq üçün buradayıq. Və ona görə də necə öz ailə keyfiyyətimizi artırırıq, necə özümüzü inkişaf etdirib özümüzün inamını daha da gücləndiririk, necə öz gözəlliyimizi və sağlamlığımızı qoruyuruq. Neçə minlərlə xanımlar bura gəldikdən sonra həm sağlamlıqlarını, həm gözəlliklərini daha da gözəl ediblər. Yəni bu real nəticələrdir. Eyni zamanda da özünüzə inanın, özünüzə güvənin. Şirkət stabil şirkətdir, beynəlxalq şirkətdir, multibrend şirkətdir, rəsmi şirkətdir. Məhsullar keyfiyyətlidir, təbiidir, orqanikdir, kimyəvi qatqısızdır. Özünü satan məhsullardır, təbii halal məhsullardır. Və eyni zamanda da işdə halal qazancdır, stabil gəlirdir, üzr istəyirəm, artan gəlirdir. Sadəcə olaraq addımlar etmək lazımdır. Hər birinizə uğurlar.